Salam aleykum. Doymuş aldehid molekulunda karbon atomlarının 16 sp çift orbitalı var. Deməli, karbon N, H2NO. Deməli, bu aldehidlərin formuludur və aldehidlərdə belə bir qrup var. Və o sp2 vəziyyətindədir. N dənə karbonun 1 sp2 vəziyyətindədirsə, N-1 sp3'dür. Bunu da 4'ə vururam. 4N-4 bərabərdir 16, 4N bərabərdir 20, N də buradan 5'ə bərabərdir. Və burada deməli 1, 2, 3, 4, 5 dənə karbon var. Ancaq ikinci karbon oxtlaşma dərəcəsi -1'dir. Yəni bunu buradan pozaram, CH3 birləşib. Baxın, bu CH-dır və CH-da karbona bir hidrogen birləşdiyinə görə orada onun oxtlaşma dərəcəsi -1'dir. Yazıb oxtlaşmasından 3 metil butan turşusu alınır. Buradan nömrələyəndə 2 metil butan turşusu alınır. Asimetrik karbon atomu var. Bəli, bu karbonu görürsünüz. Sağdan aldehid qrupu, soldan etil, aşağıdan metil və hidrogenlə birləşib. Ona görə bu birincidə B bəndində öz əksini tapacaqdır. İkinci sual nəzərdən keçirdək. Burada deməli görürsünüz ki təzyiqin artırılması tarlığın yerləşməsində təsir eləmir. Təbii ki, bu bura 1 yazıram, 2 yazıram, 3 yazıram. Bu ikinci tənliyə aiddir. Temperaturun artırılması taralığı ilkin maddələrin alınması istiqamətinə yönəldir. Temperaturu artıranda mənfiyə doğru gedir. Demək, solda, yəni ilkin tərəfdə mənfi olmalıdır. Azotun reaksiyasında sağda demək mənfisə, solda müsbətdir. Amma C-onun reaksiyasında sağda müsbətsə, solda mənfidir. Ona görə bu söz bura aiddir. Oksigenin qatını artıranda taralıq məhsulunun alınması istiqamətinə yönəlir. Bəli, hər ikisində solda oksigen olduğuna görə qatlığı artıranda taralıq sağa gedəcəkdir. Ona görə bu hər ikisinə şamil olunur. Həcmi artıranda taralıq ilkin maddələrin alınması istiqamətinə yönəlir. Həcmi artırmaq təzyiqi azaltmaq deməkdir. Təzyiqi azaldanda taralıq deməli çox mol tərəfə gedir. İkinci reaksiya sağ-sola bərabərdir. Ona görə bu burada aid olacaq və ikinci sualda 2, 4 deməli ikinci sualda deməli olacaqdır. Biz bunu belə yazsaq, deməli doğru cavab 2, 4, 1, 3 olacaqdır. Üçüncü sualda deməli XO veribdir və XO-da deməli oksigenin protonu 8, bunun protonunu bilmirəm. Və oksigenin protonu bütün protonların 25%'ni təşkil eləyir. Px bərabər deməli 24, bu da xromdur, 3D5, deməli 4S1 olacaq və üçüncü sual doğru cavab D bəndi olacaqdır. Dördüncü sualda hansı reaksiyada oxtlaşma məhsulu mürəkkəb maddədir? Baxın, sıfırdan gəlib müsbət 2-yə mürəkkəb maddədə oxtlaşma məhsulu oxtlaşma dərəcəsinin artma məhsuludur. Həmçinin burada sıfırdan gəlib deməli müsbət 3-ə. Ona görə də dördüncü sualda doğru cavab C bəndi olacaq. Beşinci sualda oksigen üstünə 2 yazıram, sayına vururam 8 kovalent. Burada üstünə deməli 2 yazıram, 8 kovalent eləyir və mol miqdarı ikisində də A-dır, 8A, 8A, 16A bərabərdir 48. A da burada 3'ə bərabərdir, 5-ci də B bəndidir. 6-cı sualda XOH2 tam neytrallaşma dediyinə görə 2H xlor, H OH-a bərabər olmalıdır. 0,2 həcmdir, vururam 5'ə. 0,2 vur 5, 0 eləyir, deməli burada 1 eləyəcəkdir. Bura 1 yazıram. Deməli 0,2 vur 5, 1 eləyir. Və 1 olanda deməli 60 kilojol istilik ayrılır. İndi burada deməli bu xlorid turşunun olduğuna görə buraya demək edəcəm XOH2 üstə gələ 2H xlor. 1 bura yazıram. 1 olanda deməli 60. 2 olanda X bu da 120 eləyəcək. İstilik ayrılır. Ona görə də 6-cıda deməli B bəndi olacaq. 7-cidə hansı duzlar hidrojen birinci mərhələsində turş duz verir? Məsələn, bu mühit turşdur. Duz əsası olacaq. Həm də metalın valenti birdən çoxdur. Burada mühit qələvidir. Duz turşdur. Həm də turşun valenti birdən çoxdur. Burada deməli mühit turşdur. Amma deməli duz alınmır. Çünki metal bir valentlidir, gərək valenti birdən çox olsun. Metal deməli burada güclü olduğuna görə mühit qələvidir, duz da turş olmalıdır. Deməli burada metal güclüdür, mühit qələvidir, duz turşdur. Burada metal güclüdür, mühit qələvidir, duz turşdur. Yəni valenti turşunun birdən çoxdur.
Ona göre de doğru cevap burada 7. sualda olacaktır. A bəndi 2 ilə 4 olacaq. 8. sualda natrium hidrit üstə gələk su, əmələ gəlir natrium hidroksid, üstə gəl hidrogen 14,4, buraya yazaram 24, buradan bunun maddə miqdarını tapıram. 14,4'ü bölülən 24'ə bərabərdir 0,6. Tapdım ki natrium OH 0,6'dır və natrium OH neytrallaşması üçün 2 mol natrium OH-a deməli H2SO4 lazımdır. 0,6 mol bura, 2 mol bura yazıram. Deməli bura nü yazıram, 1 yazıram. Nü buradan bərabər 0,3 mol. C bərabərdir nü bölünsün V. C burada 2'dir. Nü 0,3'dür. V-ni bilmirəm. 0,3 bölürəm 2'ye 0,15 eləyir litrlə. Ancaq bizə millilitrə dediyinə görə millilitr dediyinə görə 1000'ə vuracağım. Doğru cavab 150 olacaq. 8. sualda C bəndi. 9. sualda demək karbonla getmir, silisiumla gedir. Təbii ki burada xlor karbonla getmir, amma silisiumla reaksiyası mümkündür. Və natrium hidroksid karbonla getmir, amma silisiumla reaksiyası mümkündür. Ona görə doğru cavabı da B bəndi olacaq. 10. sualda deməli flor, xlor bu birincidir. Eyni zamanda xlor, iod bu da deməli ikincidir. Zəhərli qazı bu bunlara aiddir. 1, 3, 5, 7 valentli olur bura aiddir. Həm oksidativ həm induktiv bura aiddir. Kükürtlə reaksiya daxil olur bura aiddir. Ona görə də 10. sualda doğru cavab A bəndində öz əksini tapacaqdır. Sonra 11. sual nəzərdən keçirdək. Deməli NH4NO3 parçalananda N2O su, NH4NO2 parçalananda N2 su, yəni hər ikisindən su alınır Y sudur. Onda deməli bu N2'dir. Bu da N2O'dur. Bizə də Z haqqında soruşur. N2 haqqında və N2 belə göstərilir. Molekulunda kipirapiyası var, bəli. Karbonla reaksiya xeyir, kəskin suda yaşayan xeyir azot rəngsizliksizdir və xlorla daxil olmur. 11-də doğru cavab deməli 1 ilə 4 olacaqdır. 12-ci sualda alanin deməli NH2, CH, CH3, COOH-dır. Deməli tripeptid dediyinə görə 3 dənə amin turşu bir-birinə reaksiya daxil belədir, baxın. NH2, CH, CCH3, CO, burada bunlar bir-birlərini birləşdilər. NH2 vasitəsilə CH, CH3, CO və növbəti ilə birləşdi. Deməli CH, CCH3, COOH 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32 dənə. Doğru cavab 12-də deməli 32 olacaq. Ondan sonra gəlir burada 13-cü sual amoniak CO2 ilə reaksiya daxil olur. CO, NH2 üstə gəl su, bura 1-2 yazıram. A qram 34 yazıram, 44 yazıram. A bölü 44 daha kiçik olduğuna görə o tam sərf olacaq və onunla işləyəcəm. Bu zaman 44 vurulsun 90 bölünsün 60, 66 eləyir. Deməli 66 elədi bunlar ikisi də. Amma CO2 tam sərf olunur. Görək bu nə qədər sərf olunur. 66'nı vururam 34'e bölürəm 44'e 51 eləyir və 66'dan 51 çıxanda deməli 15 qram amoniak artıq qalır. 13-cü də doğru cavab deməli D bəndi olacaq. 14-cü sualda çink nitrat parçalanır. Əmələ gəlir çink oksid, NO2 oksigen, solda azot 2 dənədir. Bura 2 yazıram, oksigen solda 6 dənədir. Bura 0,5 yazıram. Baxın, oksigen 0,5'e qalxdı. Bu isə 1 mol azaldı. Ona görə bu ödəyir. Alüminium nitrat parçalanır. Alüminium oksid, NO2 oksigen, solda azot 3 dənədir. Bura 3 yazıram. Solda alüminium 1 dənədir. Bura 0,5 yazıram.
Oksigen solda 9'dur. 1,5 alüminyum köşkdədir. 6 bunda. Burada demək 0,75 yazıram. Bu qrafika uyğun olmur. Çünki oksigen qabağında 0,5 olmalıdır. Sonra civə 2 nitrat parçalanır. Civə üstə gələk. NO2 oksigen bunun qabağını 2 yazıram. Bu da 1 mol, bu da 1 moldur. Uyğun gəlmir. Və gümüş bir nitratın parçalanması. Əmələ gəlir gümüş. Üstə gələk. NO2. Üstə gələk deməli oksigen. Solda demək oksigen 3 dənədir. Burası 0,5 yazıram. Həqiqətən bu 1 mol, bu da 0,5 mol olur. Ondan sonra gəlir burada 15-ci sual. Polipropilen CH2CH CH3 polimerləşmə dərəcəsi 2000'dir. Hidrogen atomu 6 vurulsun. 2000 olacaqdır. Sonra 16-cı sualda X, Y, Z ikinci, üçüncü, dördüncü dövrün qələmi metallardır. Y-in radiosu X-dən kiçikdir. Yəni Y X-dən yuxarıdadır. Amma Z-dən böyükdür. Z də bundan yuxarıdadır. Ərimə temperaturu aşağı doğru azalır. Yəni 15-ci sualda deməli 16-cı sualda. 16-cı sualda deməli Z, Y, X istiqamətində deməli azalacaq. Sonra 17-ci sual nəzərdən keçirdək. 4-cü dövrün əlavə yarım qrup elementi 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d, 4s. Yəni bu hissəsini bilmirəm. P elektronları 12'dir. Ümumini bilmirəm. Və bunun 40%'ni təşkil eləyir. Bu da 30 eləyəcək. 12 bölünsün 0,10'da bu da sinka aiddir. Deməli sink H-xlorla getmiş səhvdir. Deməli natrium hidroksidlə gedir düzdür. Oksuyla da bunu verir 2-3 olacaqdır. Ondan sonra gəlir burada deməli 18-ci sual gəlir. 18-ci sualda alkan 14 N plus 2 bərabərdir 100. N bərabərdir 7, 1, 2, 3, 4, 5, 6, 7. Demək birli karbon, ikili karbona bərabərdir. Buradan bunun birini gətirirəm. Pozuram. Gətirirəm bura. Baxın 1, 2, 3 dənə birli karbon, 1, 2, 3 dənə ikili karbon. Bu da 2 metil heksan eləyəcək. C bəndə olacaqdır. Sonra 19-cu sualda buradan karbon alınır. Karbon CO2 ilə gedir, xlorla getmir. Oksigenlə gedir, H-xlorla getmir. 19-cu sualda Y bəndə olacaqdır. Eyni sayda karbon olan doymik bir əsaslı karbon turşudan doymik bir atom spirtdən alınan mürəkkəb bir molekulunda 8 hidrogen var. Karbon N, H2NO2, 2N bərabərdir 8, N bərabərdir 4. N 4 oldu. Prosesdə hərəsində eyni sayda karbon olduğuna görə deməli yarıya bölürəm. 2 dənə karbon spirtdədir, 2 dənə karbon turşudadır. Bu da deməli etil asetatdan xəbər verir. 20-ci sualda doğru cavab B bəndə olacaq. Sonra xlorpren CH2, C xlor, CH, CH2 bunun üzərinə 2 dənə hidrogen gəldiyində bunlar hamısı doyur. Olur 2 xlor butan. Və burada deməli bu C4H10'a uyğundur. Ümumi atom 14, ümumi sigma 1 vadəsi 13'dür. Buradan demək biz bunun yerinə natriumla gələndə xlora aparır və bir-birinə birləşir və 3-4 dimetil heksan olacaqdır. Bu da doğrudur. Qələbinin suda məhlulu ilə bu belə idi də bayaqlarım. Bu zaman OH bura birləşir. İkili butil spirt əmələ gəlir. Ona görə də 21-ci sualda Y bəndi olacaq. 22-ci sualda karbon N, H2N plus 2O, karbon 12N, oksigen 16 bərabərdir 3. N də buradan 4'e bərabərdir. İkili spirt dediyinə görə CH3, CHOH, CH2, CH3 olacaqdır. Əsas zəncirində ikinci karbon mənfi 1'dir. Xeyr, bu CHOH-dır. Karbon hidrogendən birini alır mənfi 1, birini də oksigenə verir 0. Və burada CH rabitəsi 9'dur. Deməli, bəli 9 dənə baxın, 9 dənə burada CH rabitəsi var. Ona görə də 22-ci sualda B bəndi olacaqdır. 23-cü sualda x bölünsün 2y bərabərdir 5 bölü 3. 3x bərabərdir 10y, 0,10'da 3x bərabərdir y-ə. X plus 2y bərabərdir 64. X üstə gələk 2'ni vururam 0,3x, 0,6y.
bərabər 64 deməli 1,16x olacaq. 1,6 x bərabərdir 64. 64'ü bölərəm 1,6'ya, bu 40'a bərabər olacaqdır. 24-cü sualda oksigenden ozon alınır. Oksigen x molda çıxım 10%, x vurulsun 10 bölünsün 100, 0,1 x, buraya yazıram 3. Bu 0 ondadır, burada 2 yazıram. 3 vurulsun 0,4 bölü 2 bölünsün deməli 0,1 və burada doğru cavab 6 eləyəcəkdir. Sonra 25-ci sual nəzərdən keçirdək. Təbii ki, hidrogenlə C2H4 reaksiya gedəcək. 0,2 qram, 2 qram və 22,4. Bu da 2,124 eləyəcək. Deməli, etilen 2,124 hansı ki, bu 2,8 qram deməkdir. Və 11,2'nin 2,24'ü etilendirsə 8,96'sı etandır. Bunu bölürəm 22,4'e. Deməli 0,4 mol da deməli etandır. Bunu da vururam 30'a. Bu da 12 eləyir və bunların cəmi 14,8 edəcək. 26-cı suala diamafoz NH4 2HPO4'dür. Presipitat kalsiyum HPO4 var. 2 sudur. Alınmaqla sülfat turşundan istifadə olunur. Səhv ifadədə turş duzdur hər ikisi, bəli. Mürəkkəb gübrədə xeyr, ancaq ikincidə bir qida elementi var. Yəni birinci hə. Alınmasında ortofosfatdan istifadə olunur. Bəli, hər ikisində. Yəni dərslikdə də var. Doğru cavab 26'da 2,4 olacaqdır. 27'də əhəngin söndürülmə reaksiyası bu bura aiddir. C bəndinə. Alovsuz tüstü bu NH4 aşıqlar ağ tüstü əmələ gətirir. Bu bura aiddir. Və şüşənin aşılanması bu silisium-12'nin H1 reaksiyasına aiddir. Sonra gəlir burada deməli 28-ci sual. Deməli kükürt üstə gələk HNO3 əmələ gəlir H2SO4 NO2 su. Bu zaman kükürt sıfırdan gəlib müsbət 6 elektron. Azot müsbət 5'dən gəlib azot müsbət 4'e bir yerini dəyişirəm. 6'nı yazıram azotların qabağına. Hidrogen solda 6 oldu, bura 2 yazıram. Deməli bu alınan qaz budur, NO2'dir. Əmsalda 6'ya bərabərdir. Sonra 29-cu sualı nəzərdən keçirdək. Alkində hibrid orbital 4n-4 bərabərdir 12, 4n bərabərdir 16, n bərabərdir 4. Metil qrupu deməli 2 dənə dediyinə görə ortaya yazaram 3 qatı və butin 2 olacaqdır. Və 30-cu sualda CH2 brom, CH brom, CH3 1,2 dibrom propan üzərinə çink gəlirəm. Çink bromlar aparır. Bu zaman burada əmələ gəlir propen CH2 CH3 bu 80,8'dir. Bu deməli CH2 brom, CH brom, CH 80,8. Aşağısına yazıram 202. Bu M'dir, bu da 65'dir. Səhv olunan çink kütləsi M buradan 26'ya bərabərdir.